İmam Zaman Ağa əleyhissalam zuhur edəndən sonra İmam Zaman Ağaya kömək eləyəcək keçmiş insanlar var. Onlar da qaydacaqlar bu dünyaya. Bəli, bizim bir əqidəmiz var, danışmışıq, xurafat deyil, adı rəcətdir. Allah Taala ölən insanların, yaxşıları da pisləri də qaytaracaq bu dünyaya. Yaxşıları İmam Zaman Ağaya kömək eləsinlər, pisləri də bu dünyada hələ axirətdən qabaq etdiyi cinayətlərin cəzasını alsınlar. O şəxslərdən biri də bizim dini mənbələrimizdə Salmandır. Salman Peyğəmbər sahabəsidir. Amma eyni halda İmam Zaman Ağanın da köməkçilərindən olacaq. Görün, insan nə qədər ləyaqəti var, nə qədər Allah yanında bunun dəyəri, hörməti var ki, Allah Taala Salmanı öləndən sonra dirildəcək, Salman İmam Zaman Ağanın əskərlərindən, yarı ənsarından, köməkçilərindən olacaq. Nəhcül Bələğə olan şərhində yazır ki, bu kəlmənin mənası budur ki, Salman biz Əhl-i Beytdəndir, Salmanın isməti, məsumluq dərəcəsi olub. Məsumluğun dərəcələri var, ən üstün dərəcə kimdədir? 14 məsumda. Ondan aşağı hissədə olan məsumları var. Günah eləməzlər. Salman elmi mənaya və bəlayanı bilirdi. Nədir o? Gələcəkdən bəzi məlumatları bilirdi. Bir gün Peyğəmbərin sahabələri yolda keçirdilər, Salman bir nəfəri orada saxladı, eybini açmadı. Bir söz dedi o adama. Əhl-i Beytin düşmənlərindən idi. Allahdan qorx, gecə, axşam evində o iş barəsindəki fikirləşdin, ona görə Allahdan qorx. Bunu dedi, Salman getdi. O adamlar yığışdılar onun başına, o da sahabə idi, Əhl-i Beytin düşmənlərindən. Nə olub? Səni elə bir şeydə ittiham elədi ki, ağır ittihamdır ya. Dedi ki, mən gecə elə bir iş görmək istəyirdim, onu ancaq Allah bilirdi, mən bilirdim. Salman özü cəmaata dəfələrlə elə bir söz deyirdi, qulaq asın, dəhşətli cümlədir. Salman özü cəmaata deyir ki, ey cəmaat, mən əgər sizə bildiklərimi desəm, deyirsiniz, Salman dəlidir, divanədir. Allah Salmanı öldürənə rəhmət eləsin. İranlılar müsəlman olublar. İkinci xəlifənin dövründə. Amma Əhl-i Beyti olan məhəbbətlərin bir səbəbi Salmandır. Salman icra başçısı idi. Mədayində ola bütün İranlıların hamısını Əhl-i Beytin marifindən tanış elədi. Və İranlıların özünün Əhl-i Beyti olan sevgisinin bir səbəbi Salmanın orada icra başçıları. İranın da fəth olunmağında çox yerdə qan tökülməyib. Qılıncla insanlar iman gətirməyiblər. Xoş sözlə deyir, Salman fars dilini bilirdi, onlarla gedib söhbət elədi, onları İslama dəvət etdi. Onlar da çox yerdə İslamı qəbul etdilər. Allah rəhmət eləsin şəhid ağamız Ayətullah Xamneyi ağaya. Ondan nəql edirlər ki, o buyurur ki, deyir, deməyin Salman farsı Farsdandır, İrandandır. Deyin, Farslar İran Salmandandır. Salman dünyasını dəyişdi, xoş halına. Kim onu dəfn eləsə yaxşıdır. Həzrət Əleyhisselam Mədinədən qeybi yollarla, teyyül ərzlə, xurafat deyil, əlimizdə sənədlər var. Qurandan da buna sübutlarımız var. Mədayində Salman dünyasını dəyişənəsə gördür, İmam Əleyhisselam tapıldı. Ay, İmam Əli özünüzü çatdırdı. İmam Əli ona qüsl verdi, kəfənə bükdü, namazın qıldı, onu bastırdı. Son. İmam Sadiq Əleyhisselam buyurur, bu dünyaya qaytarılan şəxslərdən biri Malikəşlərdir. Yuşəbn-i Nundur. Əbu Dücanə Ənsaridir, Peyğəmbər sahabası. Miqdaddır, dedim Malikəşlərdir, bir də Salmandır. Bunlar Peyğəmbər sahabası və tabiin olurlar. Qaydacaq Salman bu dünyaya və İmam Zaman Ağanın köməkçilərini alacaq. Bir gündə Salman özü nəql edir. Mən Peyğəmbərin hüzurundaydım. Allahın salamı olsun Peyğəmbərə və Əhl-i Beytinə qurtarıram. Peyğəmbər dedi mənə, başladı özümdən sonra bir kim rəhbəri, canişin olacaq onu deməli. Birincisi Həzrət Əli, ikincisi İmam Həsən, üçüncüsü İmam Hüseyn. Saydı, 12-ci imama qədər saydı Peyğəmbər, Salman deyir mənə. Dedi ki, 12 dənə rəhbər olacaq. Sonra buyurdu, ey Salman, sən onu dərk edəcəksən, onun hüzurunu görəcəksən, 12-ci imamın. Mən təəccüb elədim, necə onu görəcəyəm? Peyğəmbər buyurdu, sən də kim səni kimi olsa, qədrizi bilin, ola bilərsiniz, fürsətdir. Kim Salman kimi olsa, kim səni kimi olsa, onun vilayətini, imamətini qəbul etsə, ona mərifəti olsa, bilginən ki, o da İmam Zamanı görəcək. Mən təəccüb elədim, Peyğəmbərdən soruşdum ki, əziz Peyğəmbər, mən 12-ci imam, İmam Zaman Ağanın dövrünə qədər uzun ömür olub yaşayacağam. Peyğəmbər isə mənə Qur'an-ı Kərimdən İsra surəsindən 5-6-cı aya Yəhudilərin fitnə fəsad törədəcəyi, Allah Taala'nın onları cəzalandıracağı ilə bağlı ayəni oxudu və mənə xəbər verdi ki, yəni uzun ömür olmayacaqsan, öləndən sonra Allah səni dirildəcək, 12-ci imamı görəcəksən.